Səni and verirəm bu gecə nazil elədiyin Quran-ı Kərim hörmətinə, səni and verirəm bu gecə Əlinin evindən ucalan Atavay səsinə, səni and verirəm Əlinin evindən ucalan nalələrə, səni and verirəm övliyaların hörmətinə, səni and verirəm İmam Zaman əleyhissalamın bu gecə yaralı ürəyinə. İlah, bu əllər ki dərgahıva uzanıb, hər bir evdə, hər bir yerdə, hər kim ki əllərini sənin dərgahıva uzanıb, bu əlləri əli boşuna ümid qaytarma. İlahi, amin deyən dilləri lal öldürmə. İlahi, bağışlamamış bizi bu dünyadan aparma. İlahi, hər kimin nə dərdi var, nə hacəti var, bütün dərdlərimizə dərman elə. İlahi, öz evvin ziyarətin, Peyğəmbər Əhl-i-Beyt ziyarətin bu ildə bizə nəsib elə. İlahi, tezliklə Kərbəla ziyarətin, Nəcəf, Kazımeyn, Samirra, Məşəd ziyarətini bütün arzusunda olanlara bizə nəsib elə. İlahi, verdiyin neymətləri əlimizdən alma. İlahi, günahlarımıza görə əldən verdiyimiz neymətləri tezliklə bizə yenidən nəsib elə. İlahi, neymətlərin qədrini bilməyə bizi müvəffəq elə. İlahi, tezliklə bu bəlaları, bu xəstəliyi tezliklə bütün bəşəriyyətdən, xalqımızdan uzaq elə. İlahi, tezliklə məscidlərdə, ziyarətgahlarda yenidən ziyarət eləməyi hamımıza nəsib elə. İlahi, bütün xəstələrə, nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. Ölənlərimizi qəriqi rəhmət elə. Keçən illər bizlə əhya saxlayıb indi dünyasını dəyişənləri qəriqi rəhmət elə. İlahi, bizi bundan artıq bir-birimizə mehriban elə. Bizi şeytan, nəfsə, əmmarə şərrindən hifz elə. İlahi, bizi öz şəri, ictimai vəzifələrimizlə tanış elə. İlahi, bizi vəzifələrimizi icra eləməyə müvəffəq elə. İlahi, gələn günlərimizi keçən günlərimizdən xeyirli elə. İlahi, günahkar gözlərimizi qiyamətin günündə cəhənnəm odunda yandırma. İlahi, günahkar bədənlərimizi cəhənnəm odunda yandırma.